Salam, hər vaxtınız xeyir olsun. Bu günləri cəmiyyətimizin yaralı yeri, boşanmaların sayının artması və bununla bağlı da cəmiyyətimizin müxtəlif üzvlərinin ağıllarına və ağızlarına gələn fikir danışması, boşanmaların çoxalmanın qarşısını almaq üçün cərimə məbləğinin təyin edilməsi ilə bağlıdır. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə boşanma nədir? İnsanlar niyə boşanır və biz bundan niyə narahatıq? Narahat olmalıyıqmı? Bu suallara cavab tapmağa çalışacağıq. Nəzərə almaq lazımdır ki, 2025-ci ilin, 2024-cü ilin statistikasında təxminən 49 min evlənmə qeydə alınır, 21 min, 20 min ətrafında isə boşanma. Bizdə cəmiyyətdə bunu səhv başa düşürlər. Elə bilirlər ki, bu il 49 min adam evlənib və eyni zamanda 21 min boşanma qeydə alınır. Evlənmə bu ilə aiddir. Bu il 49 min adam evləndi. Amma boşanan 20 min bu ilin boşanması deyil. Bu ötən 20, 30, 40 il ərzində evlənən adamların arasında olan boşanmadır. Yəni biz burada elə başa düşməli deyilik ki, hər evlənən iki adamdan biri boşanır. Xeyr, statistika bu formada işləmir. Bunu sadəcə olaraq insanları manipulyasiya etməyi istəyən və cəmiyyətdə ailə institutunun tamamilə məhv edilməsi və s. bununla bağlı propaganda aparmaq istəyən adamlar tərəfindən ortalığa atılmış fikirlərdir. Və eyni zamanda bəziləri var ki, bu məsələnin təməl şərtlərini bilmirlər. Bu yaxınlarda bizim bir sosioloq dostumuz Mail Yaqub və daha sonra isə hansısa bir müğənni idi, belə bir fikir irəli sürmüşdü ki, evlənənlərə və boşananlara cərimə tətbiq edilsə, boşanmaların sayı azalacaq. Azərbaycan kimi ölkələrdə ümumiyyətlə boşanma artan tempdə gedəcək. Qərb ölkələri bunu artıq keçibdir. Boşanmanın artan tempdə getməsi mən elə hesab edirəm ki, 2, 3, bəlkə də 10 il ərzində davam eləyəcək. Daha sonra isə bu boşanma tempi aşağı düşəcək. Bu bir növ boşanmanın əsas səbəbləri insanların evlənəndə niyə evlənməlidir sualının cavabını bilməməsidir. Azərbaycanda evlilik növbəti etap kimi fikirləşilir. Yəni uşaq doğulur, doğulandan sonra 3 yaşında bağçaya gedir, 6 yaşında məktəbə gedir, məktəbi bitirir, 17-18 yaşında universitetə qəbul olur, 4 il universitet oxuyandan sonra əsgərliyə gedir və əsgərlikdən gələndən sonra iş tapır, iş tapandan sonra növbəti həyat etapı kimi biz evlənməyi görürük. Və bu evlənmə düşüncəsi ilə boşanmaların çox olması da təbii ki, zəruridir. Biz evlənəndə necə evlənməyimizi bilməliyik ki, boşanmaların sayı azalsın. Boşanmaların sayının azalması ailə institutunun qorunmasına gətirib çıxardır. Təbii ki, çıxara bilmir. Bu mümkün də deyil. İki, bir yerdə yaşaya bilməyən, bir-birlərinə psixoloji, fiziki şiddət uygulayan insanların bir-birlərinə sevgiləri, məhəbbətləri uyğun gəlməyən, düşüncələri uyğun gəlməyən, sadəcə övlad böyütmək üçün bir yerdə yaşayan insanların ailə kimi bir yerdə qalmağının özü də xeyirli bir şey deyil. Biz insanlara niyə evləndiyini izah etməliyik. Evlənməkdə olan qarşılıqlı sevgini, hörməti, mərhəməti və bunun hansı müddətə davam etməsini izah etməliyik. Və bu cəmiyyətlər hansı ki, boşanmaların qarşısını dırnaq içində deyə alıblar, yəni hansı cəmiyyətdə ki, artıq boşanmalar normal səviyyəyə gəlib çatıbdır, bu inzibati yollarla olmuyor. Bu insanlara uşaqlıqdan, ailədə, məktəbdə, universitetdə, cəmiyyətdə evliliyin mahiyyətin izah edilməyi ilə oldu. Biz hüquqşünas kimi evlənmək istəyən cütlüklərə həmişə nikah müqaviləsi bağlamağı tövsiyə edirik ki, boşananda əmlakınızla bağlı zərərə düşməyəsiniz. Məsələn, qadın işləyir, 1 milyon dollarlıq mal varlığı var, evi var, kişi isə işləmir. Amma bunlar boşananda əmlak bərabər bölünür. Amma siz nikah müqaviləsi bağlasanız, bu problem olmayacaq. Çünki nikah müqaviləsində siz əmlak rejimini də müəyyən etmiş olarsınız. Cəmiyyətin bu mövzuda səhvi nədədir? Biz ailə institutu kimi vacib məsələni peşəkar insanlardan dinləmək əvəzinə daha çox meyxanaçı, manis, müğənni, şair, yazıcı, aktyor, xalq artisti və s. bu tip insanlardan ailə institutu ilə bağlı nəsihətlər almaq istəyirik. Əziz dostlarım, bunu dərk etməyimizdə fayda var ki, əgər bir adam yaxşı aktiyordursa, bu ailə institutunu çox yaxşı, gözəl bilir demək deyil. Bir adam yaxşı şairdirsə, yaxşı şeir yazır, roman yazır, biz ona sayğımız var, estetik zövqümüzün formalaşmasında rol oynayır, insanların rolları, xarakterləri tanımasında rol oynayır. Ancaq bu bizim ailə institutu ilə bağlı hökm verəcək şəxsimiz olmalı deyil və yaxud da meyxanadayan və digər sahələr. Bununla bağlı peşəkar psixoloqlar, hüquqşünaslar, filosoflar, sosioloqlar danışmalıdır. Lakin cəmiyyətimizdə bəzən biz görürük,
bu peşəkar adlandırdığımız dostlarımız da bu mərhələdə insanları yanlışa aparırlar. Bunun əsas səbəbi nədir? Bir çox insanın fərqli dini görüşü var, fərqli dünya görüşü var və öz dini görüşünü, dünyavi görüşünü bu məsələyə gətirmək istəyir. Cərimələr tətbiq etsək, Azərbaycanda ailə institutu qorunacaqmı? Bu suala cavab tapmaq üçün nəzərə alın ki, evlənməyi və boşanmağı çətinləşdirmək boşanmaların qarşısını almır. Bu əksinə atasız uşaqları, nikahsız ailələri artıracaq. Əgər fərz eləsək, boşanmaq üçün 50 min manat cərimə tətbiq edilir. Adam rəsmiyyətdə boşanmayacaq. Kağız üstündə evli olduğu qalacaq. Amma çıxıb gedib başqa adamla yaşayacaq. Bunu nə ilə tənzimləyəcəksiniz? Bunun üçün də bir polis ayıracağıq. Bunun üçün də bir əməkdaş ayırmalıyıq ki, bu adamı öz evinə gətirsin. Bu insan həyatı deyil ki. Bu insanın yaşamağının qarşısını almaq üçün toplumsal baskıdan başqa inzibati, qanuni bir baskıdır. Bu insanın həyatını cəhənnəmə çevirməkdir. Hər hansı bir dini görüşdə, hər hansı bir ritualda, inamda, insanın bir hər hansı qoşulduğu təriqətdə bu məsələlər ola bilər. Amma bunu dünyavi cəmiyyətə, dünyavi dövlətə gətirmək olmaz. Azərbaycanın bu günə qədər yaşadığı, var olduğu müddətdə qazandığı bir xüsusi dəyər var. O da sekulyarlıqdır. Yəni, din dövlətdən ayrıdır, təriqətlər dövlətdən ayrıdır. İnsanlar qanunlar qarşısında cavab verərək yaşamalıdır. Yəni, biz bura əlavə ağlımıza və ağzımıza gələn, özümüzün sevdiyimiz, seçdiyimiz hər hansı bir ideologiyanın təsirini gətirə bilmərik. Məsələn, çox yayğın fikirdir ki, boşanmanın qarşısını alsaq, yəni çətinləşdirsək, cərimə qoysaq və yaxud da boşananın əmlakını əlindən alsaq, uşağı ona göstərməsək, qeyri-insani təklifləri irəli veririk, elə bilirik boşanmaların qarşısını qalacaq. Xeyr əzizim, bu sadəcə mümkün deyil. Boşanmanı ən çətinləşdirən dövlət hazırda bizim qonşumuz İrandır. Amma İranda vətəndaş nikahı ən yüksək hədlərdən birindədir. İnsanların boşanma faizi də eyni zamanda ən yüksək hədlərdən birindədir. Yəni, adam rəsmiyyətdə boşanmaya bilər, amma qeyri-rəsmi əlaqələri axı çoxalacaq bu olan halda. Yəni, siz yenə də bu ailə institutunu qoruyub saxlaya bilməyəsiniz. Bunun digər məsələlərindən biri də budur ki, adamlar artıq qadınlar iqtisadi müstəqillik əldə edirlər. Bəzi ixtisaslara yönəlirlər, universitet oxuyurlar, öz sahələrində işləyirlər və artıq ona çörək verən təkcə bir kişi deyil. O öz ayağının üstündə dura bilir. İqtisadi müstəqillik olduğuna görə də o bir kişinin evində təmizlikçi işləmək istəmir. Klassik arvad, övrət, ayıb yer mənasını verən anlayışdan çıxıb qadın, xanım olmaq istəyir. Və bu tamamilə normaldır. İnsanın doğasında olan bir şeydir. İndi bu adamlar 21-ci əsrdə bu qadınları zəncirləyib, döyməyi, söyməyi, xəyanət etməyi, hər şey istəyir ki, bu adamlar etsinlər. Amma qadın evdə oturub bu kişini gözləsin. Niyə? Çünki çörəyini verən kişidir. Amma qadın da bu çörəyi qazanmağa başlayanda, iqtisadi müstəqilliyi əldə edəndə artıq bu mərhələni keçmiş olur. O, hər hansı bir adamın, hər hansı bir kişinin söyüşünə, təhqirinə, vurmasına, döyməsinə dözmək istəmir. Və buna görə də bəzən boşanmaya da başvurur. Amma heç bir bizim əlimizdə rəsmi sənəd də, veri də yoxdur ki, boşanmaq istəyən ancaq qadınlardır. Kişilərin də kifayət qədər, mən peşəkar hüquqşünas kimi bunu bildirirəm ki, kişilərin arasında da boşanmaq istəyən kifayət qədər çox adamlar var. Kişilər də həyatlarını ancaq onu narahat edən bir qadınla bir yerdə yaşamaq istəmirlər. İnsanın bir yerdə yaşamağı könüllü olmalıdır. Ailə, könüllü bağ əsasında qurulan bir məfhumdur. Bu institut könüllülük əsasından çıxarıb məcburi bir bağlar bura yapışdırmaq istəsək, təbii ki, bu iflasa bənzəyəcək. Bu günlərdə, məsələn, dostumuz İbrahim Əzizin bir yazısını oxudum. Orada yazmışdı ki, boşanmanın qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi batan gəmidə xilas edicilərə minmək istəyən adamların həmin xilas edici qayıqlara minməsi üçün cərimə tətbiq etmək üçündür ki, əgər bu gəmi batırsa, siz də burada batmalısınız. Biz, çox doğru fikirdir, biz ailə institutunun qorunması üçün əməli işlər görə bilərik. Mən buna heç bir etirazım yoxdur. Bunun sosial tərəfini, psixoloji tərəfini, fəlsəfi tərəfini araşdıra bilərik, bir konseptual yanaşma ortaya qoya bilərik. Amma bunu cərimələrlə etmək olmaz. Bu adamlar bu fikirləri niyə deyirlər? Çünki cərimənin mahiyyətini bilmirlər. Cəza niyə verilir ümumiyyətlə? Cərimə niyə olunur? Cəzanın, cərimənin mahiyyəti insanları islah etmək üçündür. Evlənmək, boşanmaq məgər pis hərəkətdir ki, və yaxud da yaxşı hərəkətdir ki, bunu islah edəyəsən və yaxud da düzəldəsən. Bir insan bir-biri ilə yaşaya bilmirsə,
o döyülürsə, fiziki, psixoloji şiddət görürsə, sevgisi, məhəbbəti azabsa, başqa adamla evlənməyi də azad olmalıdır. Adamları zorla bir yerdə saxlamağın heç bir faydası olmayacaq. Yəni zaman keçdikcə, vaxt artdıqca, artıq qadınların da, kişilərin də evlilikdən gözləntiləri başqadır. Biz 21-ci əsrdə oturub 10 əsr, 15 əsr, 20 əsr, 30 əsr bundan əvvəlki ailə institutunun bu gün mövcud olmağını gözləyə bilmərik. Heç 50 il bundan əvvəlki ailə institutundan indiki ailə institutunun arasında kifayət qədər böyük fərq var. Xalqımızın, cəmiyyətin isə əsas burada funksiyası ondan ibarətdir ki, bu fikirləri sağlam, dürüst və sizə nəyisə izah etmək istəyən insanlardan dinləmək lazımdır. Yəni dediyim kimi, hər hansı bir müğənninin sizin ailə məsələsinə yön verməyini düşünmək özü sadəcə olaraq sadəlövhlükdür. Yəni siz baxsanız görəcəksiniz ki, bəzən bu ailə institutundan ağzı köpüklənə danışan adamların özlərinin 3 dənə, 5 dənə, 10 dənə ailəsi var və yaxud da özlərinin 4 dənə, 5 dənə sevgililəri var. Amma digər insanlara özlərinin yaşamadığı bir həyatı digər insanlara məsləhət görmək istəyirlər. Bu qədər. Güman eləyirəm ki, faydalı oldu.